Salam əziz şagirdlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə Cəfər Cabbarlının ana şeiri haqqında ən vacib məqamları diqqətinizə çatdıracağam. Möhtəşəm bir əsərdir. Azərbaycan ədəbiyyatında ən şah əsərlərdən biridir. Yəni ana haqqında yazmış ən şah əsərlərdən biridir. Mütləq sona qədər izləyirsiniz. Həmçinin videomuzu bəyənsəniz paylaşmağı, eyni zamanda rəy yazmağı da unutmayın. Keçək Cəfər Cabbarlının ana şeirinin məzmun və forma xüsusiyyətləri haqqında vacib məqamlara. Birinci bənddən başlayaq yoldaşlar. Deyir, əgər bütün bəşəriyyət ədüvü canım olar, ürək süqut eləməz aldığı mətanətdən. Rica və xəffə məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşət qiyamətdən. Baxın yoldaş, deyir ki, əgər bütün bəşəriyyət ədüvü canım, bütün bəşər mənim canımı düşmən olsa, ürək süqut eləməz aldığı mətanətdən. Yəni, bütün bəşəriyyət mənim canıma düşmən olsa, mənim ürəyim aldığı mətanətdən, gücdən süqut eləməz, yenməz. Riza və xəffə məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşət qiyamətdən. Əgər alimlər bundan sonra min ildə belə qiyamətdən, o qiyamətin dəhşətindən mənə xəbər versələr, yenə də ürəyimə bir qorxu düşməz. Bax, rica və xəffə məkan vermərəm, ürəyimə o qorxunu salmaram, ürəyimdə qorxu olmaz. Əgər alimlər bundan sonra min ildə mənə o qiyamətin dəhşətindən məlumat versələr, yenə də mənim ürəyimdə bir qorxu olmaz. Aydın oldu mu? Əgər bütün bəşər ədüvü canım ola, bütün bəşəriyyət mənim düşmənim olsa, mənim ürəyim yenə də yenilməz, yenə də enməz o aldığı gücdən, mətanətdən, dözümdən. Rica və xəffə məkan vermərəm gər. Gər əgər bağlaysın qısaldılmış forması. Əgər alimlər min ildə vəz edilər dəhşət qiyamətdən. Bundan sonra min ildə o dəhşətin, qiyamətin dəhşətindən mənə xəbər verirlər. Rica və xəffə məkan. Yenə mənim ürəyimə bir qorxu gəlməz. Aydın oldu mu? Bax, burada min ildə vəz edilər dəhşət qiyamətdə. Təbii ki, burada bir mübaliğə var, qeyd edim. Sonra məsələn, əgər bütün bəşər ədüv canım ola, ürək süqut eləməz aldığı mətanət. Bu iki misra arasında bir təzadlıq özünü göstərir. Bax, buna da biz diqqətli olmalıyıq. Pələnglər tuta dövrün çəkinmərəm haşa və ya ki, vəd edilər dövlət cahanı mənə. Ki, bir kəsə baş əyim, izzimi bəyan eyləyim. Əyilmərəm nə ki yer, versələ səmanı mənə. Bax, yol deyir, əgər pələnglər bütün dövrümü tutsa, yenə də mən çəkinmərəm. Və ya ki, vəd edilər dövlət cahanı mənə. Pələnglər bütün dövrü tutsa, yenə də çəkinmərəm. Və ya bütün dünyanı, cahanı mənə versələr ki, bir kəsi başa eləyib, izzimi bəyan eyləm. Əgər bütün pələnglər bütün dövrü tutsa və yaxud da bütün dövləti, cahanı mənə versələr ki, bunun qarşılığında sən bir kəsə baş əy, bir kəsə belə deyək ki, təzim et. Təzim etməyimi, izzimi bəyan eyləyim, əyilmərəm. Nə ki yer, versələr səmanı mənə. Nəinki səmanı da versələr belə, mən bir kəsə baş əymərəm. Nəinki pələnglər dövrüm tutsa, dövlət-i cahanı da versələr, səmanı da versələr və ki, mənə baş əyim, yenə də mən bir kəsə baş əymərəm. Yanımda gər dura cəllad əlində şəmşiri. Cəllad əlində qılıncı, şəmşir qılınc deməkdir. Cəllad əlində qılıncı tutsa, ölüm güclə mənə hökm edə, olum təslim. Cəllad əlində qılıncını tutub, mənə ölüm gücü ilə hökm eylər, səni öldürəcəm. Dön ya dönmə, əyilmərəm, yenə haşa, ölüm nədir ki? Əyilmərəm, yenə haşa, ölüm nədir ki? Onun gücü ilə xalqa haqirana alçalmış şəkildə. Baxın, alçalmış şəkildə eyləm təzimdir. Cəllad əlində qılıncı tutsa, cəllad əlində qılıncı tutsa, mənə o ölümün gücü ilə, yəni səni öldürəcəm deyib, hökm eləsə, əyilmərəm yenə. Ölüm nədir ki? Yəni bir ölüm nədir ki? Bir ölümə görə mən xalqa alçalmış şəkildə təzim eyləyim. Bax, burada yenə biz bir bədii sualdan da, nədir bu? Bədii sualda görürük. Cahanda yox elə bir qüvvə, başayım ona mən. Cahanda elə bir qüvvə yoxdur, mən ona başayım. Fəqət amma, nə güclü, nə zəif bir vücud var. Həm güclü, həm zəif bir vücud var. Yahu ki, hazıram yıxılıb xay pakına hər gün, öpüm ayağını iciz ilə, kimdir o, nədir o? Deyir, cahanda elə bir qüvvə yoxdur, mən ona başayım. Amma cahanda bir qüvvə var. Biraz güclü, biraz zəif bir qüvvə var ki, hazıram həmin qüvvənin
ayağının altındakı torpağa, xay pakina. Düşüm onun ayağının altındakı torpağa. Hazıram yıxılıb xay pak. Hər gün öpüm ayağını. Ayağın altındakı torpağa yıxılım. Onun ayağını öpüm. O ayağını öpdüyüm şəxs kimdir o? Nədir o? Baxın, təbii ki, burada epiforadan istifadə olunur. Kimdir bu? Eyni zamanda, baxın yoldaşlar, epiforadan istifadə olunub. Kimdir o? Nədir o? Növbəti bəndinin cavabı gələcək. Kimdir o? Nədir o? Ana, ana. O adın qarşısında bir qul tək, həmişə səzdə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzm istirahətdir. Baxın yoldaşlar, burada deyir ki, cahanda elə bir qüvvə yoxdur, mən onun başayım. Amma bir güclü zəif bir varlıq var. Həmin varlığın ayağının altındakı torpağa yıxılıb, hər gün icazə ilə onun ayağını öpmək istəyirəm. Yaxşı, o yıxıldığın kimdir o? Nədir o? Cavab gəlir, ana, ana, anadır. O adın qarşısından bir qul tək, qul kimi təbii ki, burada təşbih yaradım. Qul tək, həmişə səcdə olmaq mənə fəxr edirəm. O adın qarşısında bir qul tək səcdə etmək, sitayiş etmək mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə, bəla dənizinə yuvarlamsam, yenə istirahət edərəm ki, yenə xəyal edərəm ki, bəzm istirahətdir. Əgər onun əli ilə mən bəla dənizinə yuvarlansam, bəlaya düçar olsam, yenə xəyal edərəm ki, istirahət məclisindəyəm. Bəzm məclis deməkdir, istirahət məclisindəyəm. Əs, ey külək, baxın xitab var. Əs, ey külək, bağır, ey bəhri biyaban ləpələm. Bəhri biyaban təbii ki, amansız dəniz deməkdir yoldaşlar. Amansız dəniz. Diqqətli olacaq ki, əs, ey külək, deyir külək, əs. Ey bəhri biyaban ləpələm, amansız dəniz ləpələm. Atıl cahana sən, ey yıldırım, müraciət var. Alış, parla, gürulda taq-i səmavi, gürulda çatla, dağıl. Baxın, burada yoldaşlar, sən yox, burada söndür. Sön, ey günəş. Google'da axtarış versə görəcəksin. Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla. Təbii ki, burada müraciətlər var. Əs, ey külək, bağır, ey bəhri biyaban ləpələm, atıl cahana sən, ey yıldırım, gürulda, çatla, dağıl, ey günəş, sön, yağışın yağdır, ey bulud, ağla. Təbiət hadisələrinə müraciət edir təbii ki. Bunlar mənə əsər eləyərmi? Yəni bu yağışın yağması, ildırımın çaxması, günəşin sönməyi, bunlar mənə təsir eləyərmi? Mütləqa yox, təbii ki yox. Fəqət ana, amma ana bu boyda təbiət hadisəsi baş verdi, mənə bir zərrə təsir etmədi. Amma ana o müqəddəs adın qabağında o pak bağrına, pak bağı epiteti yaradım. Pak bağrına bassın mənə, təmiz ürəyinə bassın mənə, desin laylay. Təbəssüm oynadaraq titrəyən dodağında. Bu qədər baş verən hadisə yoldaşlar mənə heç bir təsir etmədi. Amma ana o müqəddəs adının qabağında ana o təmiz bağrına bassın mənə. Mənə laylay desin. Laylay deyərkən də mən şirin-şirin o yuxuya getmək var. Ana laylay desin. Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudu məsəl, bax bu layla baş verir ha. Anam mənə layla deyəndə, bax həmin bəndin davamında. Anam mənə layla deyəndə bütün vücudu məsər. Ruhum eyləyər pərvaz. Ruhum pərvaz eyləməsi, uçması. Təbii ki, burada metafor. Ruhum eyləyər pərvaz. Uçar səmalara, yenə metafor. O aləmi xəyalətdə yatar, ölər bədənim. Yəni o layla mənə o qədər təsir edəcək ki, mən artıq özümü itirəcəm. Artıq xəyallarda olacam. Ruhum uçacaq, bədənim öləcək. Amma nitqimdən, dilimdən cəmi bir söz çıxacaq. Ana, ana, sənə mən rahibəm itaətdə. Təbii ki, biz rahib ömrünü belə deyək, ibadətə sərf etmiş, həsr etmiş insandır. Yəni mən də itaətdə sənə rahib kimiyəm. Aydın oldu, bax bunu da əsərimizə də baxdıq. Gələ indi burada vacib məqamlarına. Təbii ki, burada deyir ki, əsərin təhlili, əsər lirik növdə tərənnüm əsasında yazılıb. Şeir vahidi bənddir, dördlü şəklindədir. Dördüncü bənddən başqa digər bəndin qafiyə quruluşu A, B, C, B formasındadır. Bax, diqqətli olacaq. Dördüncü bənddən başqa digər bütün bəndlərdə A, B, C, B formasındadır. Əruz vəzindədir, müctəs, baxın, müctəs bəhrindədir. Təfilləsi məf'alün, fəalatun, fəalin ölçüsündədir. Əsər lirik qəhrəman coşqun hissləri və emosionallığı diqqət çəkir. Lirik qəhrəman heç nədən qorxmur, bəli. Bütün dünya ona düşmən olsa, var dövlət vəd etsələr, cəllad əlində qılıncı da başının üstündə dursa, ölüm onu qorxutsa da yenə baş əyməz, alçalmaz.
Lirik qəhrəman zəif vücudu olan anaya gəldikdə isə hər gün ayaqlarının altını torpağa öpməyə hazır olduğunu bildirir. Şair ananın qarşısında qul tək səcdə də durmağı özünə fəxarət hesab edir. Təbiət hadisələri, küləyin əsməsi, dənizin dalğaların şaha qalxması, günəşin od yağdırması, yağış suların yer üzünü yuması lirik qəhrəman təsir etmir, amma bir ananın qarşısında o əyilir. Ana övladını qoynuna alıb laylay deyəndə bütün vücudu dincələr, ruhu göylərə uçar, pərvaz edər, hər şey ona biganə gələr. Şeirin sonuncu bəndində sənə mən rahiməm itaət deməkdə bütün ömrünü anasını həsr etməyə, ona boyun əyib, demək ömür boyu ona itaət etməyə hazır olduğunu göstərir. Şeirdə rədifdən istifadə olunmayıb, öpüm ayağın izi ilə kimdir o, nədir o, burada bədii sual yoxdur, çünki cavab var, ana, çünki cavab verir, ana. Aydın oldu mu? Ölüm nədir ki, onun güclü xalqı xalqına təzim eyləyim, müstəsəniz bədii sual işlənir. Lirik qəhrəman ana əli ilə bəla bəhrəyanı, bəla dənizi yuvarlansa, yenə də özünü istirahətdə zənn edər. Şeirdə ananın gecə-gündüz övladı üçün əziyyət çəkməsi, onu oxutması, böyüdün məsələ hesab etməsi barədə fikirlərə yol verilməyib, şeirdə lirik qəhrəman özünü öyür, heç nədən qorxmadığını cəsarətlə dilə gətirir. Belə dəyərli yoldaşlar, ana şeiri haqqında ən vacib məqamları çatdırdım. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti videozaqda görüşəcək. Minnətdarım.